Bunun qəbul imtahanına düşmüş integral sualına baxaq. 0-dan pi bölü 2'ye qədər sinus kvadrat 4x dx integralını hesablayın. Biz sinus kvadrat alfa bərabərdir 1 çıxılsın kosinus 2 alfa bölü 2 düsturuna görə sinus kvadrat 4x sinus kvadrat 4x bərabərdir 1 çıxılsın kosinus 2 alfa olduğundan 2 vur 4x 8x bölü 2 yaza bilərik. Və sinus kvadrat 4x'in yerinə bu ifadəni qoyuram. Onda olur 0-dan pi bölü 2'ye qədər. 1 çıxılsın kosinus 8x bölü 2 dx. 2'də 1 çıxdı qabağa. Qaldı 0-dan pi bölü 2'ye qədər. 1 çıxılsın kosinus 8x dx bərabərdir 2'də 1. 1'in integralı eləyəcək bizdə x. Kosinus. Kosinus alfanın integralı biz bilirdik ki kosinus alfa d alfa olanda sinus alfadır. Yəni sinus alfanın törəməsi bizə kosinusu verir. Yazıram onda çıxılsın sinus 8x. Bir de burada 8x olduğundan bölünsün 8x yazırım. Sinus 8x bölünsün 8. Sərhədlərimi yazıram 0-dan pi bölü 2'ye bərabərdir. Pi bölü 2'ni x'in yerine koyanda 2'də 1 pi bölü 2 çıxılsın. Burada x'in yerine pi bölü 2 koyanda eləyir 8 vur pi bölü 2 elədi 4 pi. Sinusda 4 pi de 2 pi'lər yatsaq qalır sinus 0. Sinusda 0'a 0'da 0'a bərabərdir. Bu elədi 0. Çıxılsın. X'in yerine 0 koyanda elədi 0 və burada x'in yerine 0 koyanda elədi 0. Bu da elədi 0. Bərabərdir. 2'də 1 vurulsun pi bölü 2. Bu da bərabərdir pi bölü 4'e. Deməli bizim integralın cevabı pi bölü 4 edir.